Övliya-i müttəqi-i müqtəda kimdir? Əli. Bəstərində canfədai Müstəfa kimdir? Əli. Vaqifi əsrar-ı aləm, hüccəti pərverdigar, sakini dünya, vəli ərşaşina kimdir? Əli. Sirri yezdan, şah-ı merdan, cəngidə düldül süvar, nəfsi Əhməd, iftixar-ı lafəta kimdir? Əli. Əqli əvvəl, illəti məxluq, nuri ləm yəzəl, şafi-i məhşər, təcəllai xuda kimdir? Əli. Şövhər-i Zəhra, Həsəneynə vəfalı bir ata, Müstəfanın qardaşı Ali Əba kimdir? Əli. Əhmədi Muxtar Həmdəm Leylətül Mi'racidə. Əhmədi Muxtar Həmdəm Leylətül Mi'racidə, munisi yari muini ənbiya kimdir? Əli. Əli. Cəbrəilin boynuna ustadlıq həqqin qoyan, xəlq olan nuri xudadan ibtida kimdir? Əli. Aləm, ümman, vilayət kəşti timsalindədir. Sorsalar, bu kəşti içrən naxuda kimdir? Əli. Yer ilə yeksan edən, harisi əmri mərhəbi, fatihi Xeybər, misilsiz bir fəta kimdir? Əli. Hafizi dini mübini xatəmi peyğəmbərان, natiq-i fırqan həqqə rəhnuma kimdir? Əli. Ey fənai, ey fənai qəm, kədər, qüssə, ələm, dərd əhlinə, həm bu dünyada, həm iqbada dəva kimdir? Əli. Kimdir? Əli. Bismillahirrahmanirrahim. Salam əziz dəyərli tamaşaçılarımız. Qumdanələri verilişimiz efirdədir. Daimi qonağımız əziz ustad, ilahiyyatçı alim Hacı Fariz Xammədli. Hacı, xoş gördük bir daha sizi. Allah sizi salamat eləsin. Allah var eləsin. Cümləmiz inşallah. Hacı, artıq Qədir gecələrinə yetişdik. Əlhəmdülillah, Allah bu günə qədər tutulan orucları, namazları öz dərgahında gözəl surətdə qəbul etsin. Amin inşallah. Allah bu Qədir gecələrinin feyzindən bizi binəsib etməsin. Amin. Hacı, elə istərdim bu verilişimizi Qədir gecələrinə həsr eləyək. Ümumiyyətlə Qədir gecəsinin mənası və Ramazan ayının hansı gününə təsadüf eləməsi, ümumiyyətlə bu gecələrin fəziləti barəsində danışardınız inşallah. Bismillahirrahmanirrahim. Mən də salamlayıram sizi Aleyküm salam. və sizin simavuzda bütün izləyicilərimizi. Allah təbarək və Teala bu günlərin ehtiramında bütün hacətlərimizi rəva eləsin inşallah və bu mübarək ayın fəzilətini cümləmizə nəsib eləsin. Allah təbarək və Teala Qur'an-ı Kərimdə Ramazan ayından danışanda orada Allahın kitabının, yəni Qur'an-ı Kərimin Ramazan ayında enməsi məsələsini ortaya çəkir və diqqətləri ora yönəldir. Yəni Qur'an Ramazan ayında enib. Biz verilişlərimizin birində də buna işarə eləmişdik. Yəni Allah təbarək və Teala oruc barəsində Ramazan ayında danışmazdan əvvəl ilk dəfə Qur'an-ı Kərimin bu ayda enməsi barəsində söz açır. Bu da bu mənadadır ki, yəni mübarək ayın tanıdılması Qur'anın enməsi ilə bağlı bir məsələdir. Qur'anın nuzulu ilə bağlı mühüm məsələdir. hadisə Qur'anın nazil olmasıdır. Və Qur'anın nazil olması da Qədr gecəsində baş verib. Qədr gecəsi mübarək Ramazan ayından bir gecədir. Amma biz 3 gecəni qeyd eləyirik. Bəzi yerlərdə məsələn 27-si gecəni də qeyd eləyirlər. Əhlüsünnə qardaşlarımız da var bu. Başqa gecələrdə qeyd edilənlər var. Bəzən görürsən də Qədir gecə 10 gün Ramazanın son 10 günün elə ihya saxlayırlar, oyaq qalırlar. O da əhya deyil, ihyadır. Yəni doğrusu düzgünü deyirlər əhya gecəsi. Əhya ərəb dilində feildir, diriltmək mənasındadır. Əhya yəni filan kəs diriltdi. Bir də var ihya məstərdir, yəni dirilik
mənasındadır. Oyaqlıq mənasındadır. Həm də cəm mənasını daşıyır da əhya. Bəli, həm də cəm şəkilçisidir. Amma bu Qədir gecəsində o cəm mənasında deyil də. Bəli. Qədir gecəsində oyanmaq mənasında, dirilmək mənasındadır. Bu əhya sözü məsələn Quran ayəsində keçir. La təhsəbənnəl-ləzine qutilu fi səbilillah əmvat bəl əhyaun ində rabbihim yurzaqun. O əhya bəlkə onlar diridirlər, öz Allahlarının yanında ruzilənirlər. O əhya başqa anlamdadır. Amma bu Qədr gecəsindəki ihya deyirlər. İhya gecəsi o ifal babındandır. Yəni məsdər mənada oyaq qalmaq mənasındadır. Alimlər deyirlər ki, oyaqlıq yox, ayıqlıq lazımdır, ayılmaq lazımdır Qədr gecəsində. Yəni tək oyaq qalmaqla iş düzəlmir. Belə bir sual ünvanlayırlar. Deyirlər ki, niyə bəs 3 gecə? Əgər bir gecədirsə, Qədir gecəsi mübarək Ramazan ayında biz niyə 3 gecəni oyaq qalırıq? Hələ bir gecəni sevgili peyğəmbərimiz bizə təyin eləyərdi. Deyərdi ki, Qədir gecəsi bu gecədir. Biz də həmin gecə yığışıb ibadət eləyərdik. Niyə 3 gecə oyaq qalırıq? Alimlər deyirlər elə ki, insan üçün bir məsələ pünhan qalır, insanda ona maraq daha çox olur. Gizli məsələlərə daha çox maraq olur. Məsələn, hətta ədəbiyyatda var nəkirə mənasında işlənəndə, məsələn bir şey ki, tanınmaz, adın demir. Mərifə yox. Mərifə deyil, demir filan kəs də gəlmişdi, deyir, o da gəlmişdi ya. Hamısına maraq oyanır orada. O kimdir gələn? O kimdir məsələn? Yaxud məsələn bu gecələrdən biridir. İnsan artıq bir neçə dəfə o işi təkrarlayır. 3 dəfə biz 3 gecə oyaq qalırıq və 3 gecədə dualarla mənus oluruq da. Bu özü insan üçün bir növ Allah təbarək və təala tərəfindən lütfdir. İnsana 3 gecəni tanıtdırır. Düzdür, o gecələrdən biri Qədir gecəsidir. Biz tam bilmirik hansıdır. O gecələrdən biridir. Müxtəlif indi hədislər var. Məsələn, 23-cü gecənin daha çox ehtimalı var Qədir gecəsi olmağa, İhya gecəsi olmağa. Bizdə hədisdə keçir ki, deyirlər, sevgili peyğəmbərimiz məsciddə danışırdı, mübarək Ramazan ayıdır. Bir nəfər yaxınlaşdı, məscid əhli də eşidirdi. Bir qoca yaxınlaşdı, dedi mən sürü ilə səhrada oluram. Amma bir gecəni sürünü Mədinəyə yaxınlaşdıra bilərəm. Hansı gecə yaxınlaşım? Yəni 19, 21 ya 23-cü gecə Ramazanın hansı gecəsini yaxınlaşsam, gələrəm Qədir gecəsinin fəzilətindən istifadə edə bilərəm. Sevgili peyğəmbərimiz onun qulağına nəsə dedi. Səhabələr deyirlər, sonra biz 19-cu gecə o ərəbi axtardıq, görək gəlib ya yox. 21-ci gecə də axtardıq, görmədik. 23-cü gecə gördük ərəb gəlib məsciddədir. Burdan bir əlbəttə bu dəlil deyil. Bilmək olmaz Peyğəmbər sallallahu əleyhi və səlləm onun qulağına nə dedi, yaxud həqiqətən onu demişdi və ona görə gəldi. Biz heç nə bilmirik. Bu qədər bilirik ki, səhabələr onu 23-cü gecə məsciddə gördülər. Ona görə 23-cü gecənin Qədir gecə olma ehtimalını daha çoxdur. Görürlər belə alimlər, yazanlar, məqalə yazanlar, kitab yazanlar, bu haqda araşdırma eləyənlər, mühəqqiqlər deyirlər ki, 23-cü gecə daha böyükdür ehtimalı. Hər halda böyüklərimiz və keçmişimiz bu 3 gecənin 3-ünü də sifariş eləyiblər bizə. Əvvəldə ki, siz sual vurğuladınız, çox gözəl vurğuladınız ki, Qədir gecəsinin mənası nədir? Bir də bu sualı biraz genişləndirib başqa cürə də verirlər bizə. Deyirlər ki, bu Qədir gecəsi, Qədir ki, Allah, məsələn, biz onu açıqlayırıq, deyirik ki, Allah təbarək və təala Qədir burada böyüklük mənasındadır. Bu gecəyə bir əzəmət verib, 1000 aydan üstündür filan. Bir də deyirlər ki, burada müqəddərat həll olur. İnsanın bir illik müqəddəratı həll olur. Bu gecədən gələn il Qədir gecəsinə qədər insan alın yazısı, taleyi, müqəddəratı təqdir olunur insan üçün. Təsəvvür edin, sual verilir, deyirlər, əgər insanda ixtiyar varsa, necə bu müqəddərat həll olur? Bu sualı ortaya çəkirlər. Yəni, əgər bizim ixtiyarımız varsa, Allah təbarək və təala bir illik biz üçün necə müqəddəratı həll eləyir? Burada deyirlər ki, Allah təbarək və təala bizim üçün şərait yaradır yaxşı seçimlərə. Müvəffəq o insan olur ki, Qədir gecəsi ayılır və Allah təbarək və təala gələcək günlərində ki, o seçim eləyəcək, ona yaxşını tərəf seçmək üçün şərait yaradır. Niyə? Çünki bu adam özü o feyzi bugün qarşıladı. Allah bugün səmanın qapılarını açıb, Qədir gecəsində səma qapıları açıb, mələklər yerə enirlər və müqəddəs ruh Cəbrail əleyhissalam ki, mələklərin başçısıdır, o yerə enir. Təbiidir, bunlar enmək üçün əsrin sahibinə enirlər. Hər
zamanın öz höccəti var. Hər zamanın höccətinə enir mələklər Qədir gecəsində. Bir zaman o zamanın höccəti, diri höccəti sevgili peyğəmbərimiz idi. Mələklər ona enirdilər. Onlar mələk mücərrəd varlıqdır axı. Maddi varlıq deyil. Cisim yerə enəndə, nuzul eləyəndə onun üçün bir yer lazımdır, bir band lazımdır, onun üstündə otursun. Necə ki, məsələn, bir helikopter bir yerə oturur, bir samolyot bir yerə oturur. Onun üçün bir line ayrılırlar, bir lin ayrılırlar ki, gəlsin orada otursun. İnsan bir yerə düşür, məsələn, quş bir yerə qonur. Mücərrəd varlıqların da enməsi üçün mücərrəd fəza lazımdır. Kamil insanın qəlbinə enir mücərrəd varlıqlar. Kamil insan zəmanəmizdə Həzrət Höccət əleyhissalamdır. Yəni Həzrət Höccət əleyhissalamın varlığı mücərrədat üçün bir enmə vasitəsi kimi bir rol oynayır. Bəzən bizə bu sualı verirlər, deyirlər ki, Məhdinin yaşaması ilə salamullah əleyhin, yaşaması ilə yaşamayıb, haçansa doğulub zuhur eləməsinin arasında nə fərq var? Deyirsiniz, niyə bunu gözləyirsiniz? Deyəsiniz ki, o 10 əsrdir, 12 əsrdir yaşayır. Hələ siz gözləyə belə deyin ki, o zuhur eləyəcək. Zaten əhl-i-sünnə mənbələrində də var. Onlar da deyirlər Həzrət Höccət əleyhissalam zuhur eləyəcək. Onlar da bunu qəbul eləyirlər. Xilaskar gələcək. Hamısı bunu qəbul, bütün səmavi kitablar bunu qəbul edir. Yeganə Əhl-i-Beyt dostlarında bizdədir ki, biz qəbul eləyirik ki, o diridir, o doğulub və bir gün zuhur eləyəcək. Qalan bütün məsləklər, məzhəblər hamısı deyirlər ki, o diri deyil, o doğulmayıb, bir zaman doğulacaq, zuhur eləyəcək. Və bunu soruşurlar ki, nə fərqi var? Niyə biz buna qail olmalıyıq ki, o 10 əsrdə, 12 əsrdə diridir? Elə o gələrdi zamanında zuhurundan 1 il qabaq, 1 ay qabaq, 10 ay qabaq, 70 il qabaq, 50 il qabaq zuhurundan dünyaya gələrdi və sonra zuhur eləyərdi. Fərq burdadır ki, onun yaşaması lazımdır. Höccətdən yer kürəsi boş qalmamalıdır. İmam Sadiq əleyhissalam buyurur ki, onun bu aləmə faydası bulud arxasında olan günəşin faydasıdır. Yəni bu nə mənadadır? Günəş buludun arxasında olanda düzdür biz onu görmürük. Amma aləm onun feyzindən məhrum deyil. Günəş buludun arxasında da bu aləmə öz təsirini buraxır. Sadəcə biz onu görmürük, o bulud arxasındadır. Həzrət Höccət əleyhissalamın qeybət dönəmində olması bu mənadadır. O qeybdədir, bulud arxasındakı günəş kimi. Yəni o feyzin bizə çatdırır. O bizim çətin anlarımızda bizim yardımımıza gəlir, bizə köməklik edir. Mən bir yerdə bu sözü demişdim, böyük alimlərdən biri deyir, Həzrət Höccət əleyhissalam mənə göründü. Bir geniş mövzudur, göründü mənə, deyir, mən ona dedim ki, ağa, nə olar bizdən ayrılmayasan. Və bizi ilə gəldi, bizi ilə Kərbəla sərhəddinə qədər, İraq qranitsasında sərhəddinə qədər. Deyir, oradan müəbbərdən bizdən ayrılmaq istəyirdi. Dedim, ayrılmağa, bizi ilə davam eləsiniz, nə olar. Deyir, biz Əmmən Yücib oxumuşduq. O bizə kömək eləmişdi səhrada. Ey, darda qalanların köməyinə gələn kimsən, gəl kömək elə bizə. Allah onu lütf eləmişdi, göndərmişdi, bizə kömək eləmişdi. Dedi ki, bizi ilə davam elə. Dedi, bilirsiniz, dünyada indi nə qədər çarəsiz qalıb Əmmən Yücib oxuyanlar var. Mən onların köməyinə çatmalıyım. Yəni sizin işiniz həll oldu da. Sözüm burdadır ki, Həzrət Höccət əleyhissalam indi də zamanında, indiki zamanda və keçmiş zamanlardakı onun imamət dönəmi idi. O qədər çarəsizlərin əlindən tuturdu. O qədər çarəsiz insanlara kömək edirdi. Söz burasındadır ki, onun varlığı, yaşaması yoxluğundan çox önəmli məsələdir. Əgər o olmasa, kürə öz əhlin üdar. Ona görə bizə deyilir ki, o bulud arxasında qalan günəş misalıdır. Bunu da qeyd edeyim, mən bir ifadə işlətdim, dedim ki, o bizim məsləkdən və məzhəbdən başqa bütün məzhəblər deyirlər, o doğulmayıb. Yox, əhl-i-sünnənin böyük alimləri deyirlər, o doğulub. Düzdür, məhşur sözdə əhl-i-sünnədə belə deyirlər ki, o dünyaya gələcək, sonra zuhur eləyəcək. Amma məsələn, Muhyiddin İbn Ərəbi ki, ən böyük alimlərdən biridir irfan sahəsində, əhl-i-sünnə məzhəbində. İbn Ərəbi deyir ki, onu mən 2 dəfə görmüşəm. Özü deyir, əsrin sahibi ilə mən 2 dəfə mülaqat eləmişəm. Bir dəfə onu ilə görüşmüşəm Peyğəmbər məscidində, Məscid-ün Nəbidə. Bir dəfə də Məğribin cami məscidində görüşmüşəm o ilə. İlahi, sən şahidsən, deyir, bu sətirləri yaza-yaza razıyam, canımı fəda eləyim, verim o gözəl mübarək cəmalı bir də görüm. Nə gözəldir, razıyam, ilahi, o şirinliyi bir də mənə dadızdırasan, canımı verməyə hazıram. O deyirdi, səndən Yusifin əlbəttə gərək fərqi ola.
Onu Misr alıb satdılar cüz'i səmənə, səni can nəqdinə Allahım yenə verməzlər mənə. Bu mənadadır. Səninlə onun gərək fərqi olsun. Yusifi cüz'i qiymətə alıb satırdılar. Amma sənə görə canımı da verməyə hazıram, bir dəfə Vüsalıva yetişim. İbn Ərəbi yəni onun olmağını qəbul eləyir. Əgər o doğulmamışdısa İbn Ərəbi onu necə mülaqat eləmişdi? Özü yazır xatirələrini. Yəni onun varlığın əhlüsünnə alimləri də bir qismi qəbul edirlər ki, o var və zaman höccətdən xali ola bilməz. Zaman höccətsiz qala bilməz. İndi o höccətin olmaq şərtlərindən biri də bunu göstərirlər. Deyirlər mələklər ki, yerə enir, hara enirlər? Deyirlər vəliyullahın qəlbinə, Allah vəlisinin qəlbinə, kamil insanın qəlbinə. Allah vəlisi əgər o doğulmayıbsa demək yoxdur. Kimdir Allah vəlisi? Mələklər kimə enirlər? Peyğəmbərə enirdilər, Əhl-i Beytə enirdilər Peyğəmbərdən sonra. İndi kimə enirlər? Deyir, əsrin sahibinə, Həzrət Höccət əleyhissalam. Bunlar enirlər və Allahın yer üzünə mərhəmətini dağıdırlar. Mələklər enirlər və burada insanın birliyi müqəddəratı həll olur. Müqəddərat həll olanda o insanlar ki, ayılıblar bu gecə, özlərini xilas eləyiblər və ilahi feyzin dalıcadılar. Şəb umad در şəb بدنها خسته شد. خستگان خفتند و درها بسته شد. Şəb gecə gəldidir, bədənlər yoruldular, yorğunlar yatdılar və dərha bəstə şod. Qapıları bağladılar, hərə öz evində yatdı bu gecədə, yatdılar. Coz dəri ankəs ki, hərgez bəstə nist. O adamın qapısından başqa ki, o qapı heç vaxtı bağlanmır. O qapı açıldı bu gecə. Bütün səmanın qapılarını açdı Allah təbarək və təala bu Qədir gecəsində. Və insanlardan sadəcə bunu istədi ki, ayılın, insanlardan bunu istədi. Bizə niyə sübh namazına təkid olunur? Niyə? Deyirlər, sübh vaxtı mələklər ki, mühafizəkar mələklər, qeyd eləyən mələklər, insanı qoruyan mələklər, hər mələklər ki var bu aləmdə, onların növbə dəyişən vaxtıdır. Bir hədisdə keçir. Yəni, biri gecə qalıb, İndi biri səhər mühafizəyə başlayacaq. Sübhdə dəyişirlər onlar. O adam ki, sübh durur, ibadət eləyir, onu 2 dəfə yazır mələk ibadət halında. Bir o gecə mələki onu yazır, o durdu, ibadətə qalxdı. Bir də qarşılayan mələk. Yəni bizdən istənilir ki, sübhün ibadətinə, gecə namazına, sübhdən qabaq. Deyirlər, gecə namazından fəzilətli vaxt açan, deyir, nə qədər sübh namazına yaxın olsa, o qədər fəziləti daha çoxdur. Yəni bu sübhün və gecənin, bu aramlıq vaxtı ibadətin üstündə xüsusi vurğulamalar var Əhl-i Beyt tərəfindən. Məsələn, bizdə var deyir ki, ibadətin və duanın qəbul olduğu yerlər var. İndə nuzulur qeys, yağış yağan vaxtı dua qəbul olan yerdir. Sonra buyurur, indi iltiqa səffeyn, 2 dənə qoşun bir-biri ilə savaşanda duanın qəbul olan vaxtı. Yəni, müsəlman qoşunu başqa bir qoşunla savaşır, həmin vaxtı dua eləsin, dua qəbul olur, cihad meydanında. Yaxud, məsələn, vurğulanır orada qurub vaxtı, yaxud vurğulanır orada, məsələn, səhər vaxtı, ən önəmli vaxtlardan biridir, səhər vaxtı. Məsələn, Quranda da keçir, Yaqub oğulları gəldilər, onun yanına dedilər, bizim üçün dua elə. Quran buyurur, Yaqub onlara dedi ki, Savfə əstəğfir lakum, səəstəğfir lakum. Mən siz üçün tez olar dua eləyərəm və əxara dua ilə səhər. Duanı səhər vaxtına qədər gecikdirdi, saxladı, təxirə saldı, həmən vaxtı dua elədi. Niyə? Çünki o vaxtı dualar qəbul olur. Biri də onun günbəzinin altıdır, Həzrəti Hüseyn əleyhissalam. Orada biz salam verəndən deyirik ki, Əssalamu aleykə, ya mən yustacabu dua təhtə qubbətihi. Salam olsun o şəxsə ki, onun günbəzinin altı duaların qəbul olan yeridir. Yəni, Allah inşallah bizə o günbəzin altını yenə nəsib eləsin, orada dua eləyək. Biri, yəni sözümün canı buradadır ki, bu gecənin səhər zamanı ki, duaların qəbul olan vaxtıdır. Bunu itirmək olmaz, əldən vermək olmaz. Xüsusilə gecə yarısından günəş çıxan vaxta qədər çalışmaq lazımdır. Bu fəzilətlərdən oyaq qalıb istifadə eləmək lazımdır. İnsan ki, bunları oyaq qalır, Allah təbarək və təala ona bir xüsusi inayət eləyir. Və sonra ona öz ixtiyarı ilə gözəllikləri seçim eləməyi yazır o üçün, öz ixtiyarı ilə. İnsan öz ixtiyarı ilə eləyir. Amma Allah təbarək və təala gözəllikləri insanın bu cəhdinin
Mən cəddə və cədə əleyhissalam buyurur. Kim ciddiyyətlə qapını döysə, açacaq o qapını. Ciddiyyət eləsə, insan onun nəticəsini əldə eləyəcək. Bu gecələr o nəticələri əldə eləmək üçün mübarək gecələrdir. Hacı, bu gecələrdə hansı əməli daha çox tövsiyə eləyərdiniz? Nə gözəl vurğuladınız bu məsələni. Ümumiyyətlə əziz hacı, baxın, diqqət eləsiniz, görərsiniz ki, mübarək Ramazan ayında nə qədər xüsusi diqqət çəkilir Qurani-Kərimin üstünə. Bu gecənin də ən gözəl əməllərindən biri Quran oxumaqdır. Biri elmlə məşğul olmaqdır. Xüsusilə Qədr surəsini oxumaq bu gecədə çox xüsusi vurğulanan əməllərdəndir. Deyirlər, Qədr gecələrindən birində sevgili Peyğəmbərimiz məscidə daxil oldu. Məsciddə qrup halında oturmuşdular insanlar. Eyni hədis əleyhissalamdan da nəql olunur. Qrup oturmuşdular. Bir qrup elmi məsələlər müzakirə edirdilər. Həzrət gəldi oturdu onların yanında. Yəni bir növ Peyğəmbər sünnəsi kimi, yolu kimi vurğulandı ki, agahlıq, bu gecə ayılmaq gecəsidir axı. Bəsirət tapmaq gecəsidir. İnsan bu gecədə Allahdan bəsirət istəsin. Bəsirət çox önəmli məsələdir, hacı. Siz bunun müstəhsərsiniz. Yəni bəsirət məsələsi, yəni insan Allahdan bu ruzunu istəsin. Tək bu məsələdə deyil. Bütün məsələlərdə bəsirətli olmaq ən önəmli məsələdir. Bu gecə Əli ibn Əbi Talib əleyhissalamın zərbətlənən gecəsidir. Əgər bu gecə Əli ibn Əbi Talib əleyhissalam, yəni Ramazan ayının 19-cu gecəsi Həzrət Əli əleyhissalamın zərbətlənən gecəsidir. Əli ibn Əbi Talibi zərbətləyən adam kim idi? Bir dənə adam idi, Qurani-Kərimi əzbər bilirdi. Bir dənə adam idi, alnı pinə bağlamışdı namaz qılmaqdan. Bir dənə adam idi, dizləri yara bağlamışdı namaz qılmaqdan. Bir dənə adam idi, əlini öldürməyi Kəbə evində əhd bağlamışdı. Baxa, Kəbə evində 3 nəfərə əhd bağladılar. Dedilər 3 nəfəri öldürəcəyik İslam dünyasına, bunlar zərər verirlər. Biri Əli ibn Əbi Talibdir. Biri Əmir ibn Asdır, biri də Muaviyyət ibn Əbi Süfyandır. Təsəvvür edirsiniz, 3 nəfər adam əhd bağlayıblar, gedəcəyik bu adamları öldürəcəyik və bu adam Əli ibn Əbi Talibi öldürməyə gəlir, əlini zərbətləyir, qılıncla vurur, qılıncı qaldırıb vuranda deyir, ya Muhammed. Muhammedin adını çağırır, Muhammedin vəsisini öldürür. Bir ömür Muhammedin önündə zərbələr qəbul edən, yaralar alan, döyüşlərdən yorulan Allahın aslanını öldürür, Muhammedin adını çağırır. Muhammeddir. Bu adam niyə bunu elədi? İbadətsizlik deyildi. Bu adam abid idi, zahid idi, ibadət əhli idi. Hafizi Quran idi, qari Quran idi. Quranı əzbər bilirdi. Bu adam Peyğəmbər sallallahu aleyhi və səlləm tanıyan adam idi. Onun adını çağırırdı, əlini. Necə oldu? Bəs nə səbəb oldu bu adam Allahın vəlisini öldürdü? Bir dənə səbəb var idi. Bəsirətsizlik. Bəsirətsizlik. Mömini bəlaya tuş gətirən, düçar eləyən məsələ bəsirətsizlikdir. Qəlbinin gözü kör olması. Qəlbinin gözü kör olması və düz qiymət verə bilməməsi məsələlərə. Yerində düz qiymət verə bilməməsi. Mən keçən verilişlərdə bir yerdə işarə elədim. Deyir, mən dəstəmaz alacam, namaz qılacam. Və su var, bir dənə də heyvan susuzluğundan ölür. Deyir, suyu ver o heyvana. Bu vəsirətdir. Ani qərar verirsən ki, nə etməliyəm? Bu suyu mən içməliyəm, yoxsa bunu verməliyəm, o heyvan içməlidir. Mən dəstəmaz almalıyam, yoxsa verməliyəm, o heyvan içməlidir. Yəni o bəsirət məsələsi insana bütün çətinliklərdə furqan verir. Tibyan olur insan üçün. Agahlıq gətirir, insana yol göstərir, hansı seçim eləməlisən. Görürsən, insanlar bunun dalıyıca idilər. Məsələn, çox məsələlər var da bu bəsirət haqqında, mövzumuz bugün o deyil. Ona görə istəmirəm, dərinləşdirəm o məsələni. Sadəcə əzizlərimizdən istəyirəm ki, bu gecə Quran oxumaqla yanaşı, Qədr surəsini oxumaqla yanaşı, xüsusi sifariş olunmuş məsələlərdən biri Əli ibn Əbi Talibin qatilinə lənət oxumaqdır bu gecə. Allahümmə ələm qətələt əmirül müminin. Bu sözü deməkdir, ilahi lənət elə Əli əleyhissalamın qatilinə. Çünki Əlini bu gecədə zərbətlədi o məlun. Allah onun cəhənnəmin və əzabını əşədd eləsin inşallah. Sözün burasındadır ki, bu gecə bu əməllərlə yanaşı ki, xüsusi quslu var, bu gecənin quslu eləyək, məscidə gedəndə müstəhəbi Qədir gecəsinin quslun və bu əməlləri eləməklə yanaşı Allahdan istəyək ki, ilahi bizə bəsirət ver. Ramazan orucu tutmuşuq, namaz qılırıq, ibadət əhliyik. Bu ayda Allahdan bəsirət alaq. Bəsirətsiz mömin çox xətalı, çox təhlükəli mömindir. Bəsirət İslamın ən önəmli səbəbidir. Allah özü öz haqqında deyir ki, Allahu bəsirun bil ibad.
Allah öz bəndələrinə bəsirət var, hər an onları görür. Allahdan istəmək lazımdır. Mən yettəqillah yəcəlləhu məxrəcə. Allah kim ondan qorxsa, Allah ona hər çətinlikdən çıxış yolu göstərir. Min heysi la yəhtəsib. Öz hesab eləmədiyi yerdən Allah ona ruzi verir. Yəni Allah təbarək və Teala bizə Furqan versin, bu gecə istəyək. Allah təbarək və Teala bizə çıxış yolu göstərsin bütün çətinliklərdən. Görürsən, zamandır. İnsan bəzən qalır. Öz həyatımızdayıq. Görürsən, gəlirlər, xüsusilə bizdən indi hacı siz özünüz bilirsiniz bunları da. Yaxınlaşırlar adama. O gün bir yerə getmişdim. Çıxanda oradan maşına oturmaq istəyirdim. Gördüm, bir cavan yaxınlaşdı mənə. Allah rəhmət eləsin Hacı Şahin əzizimizi. Xüsusi vurğulayıram onu. Allah şahiddir. Bunu yadıma düşdü, istədim vurğulayam. Səbəb də nədir hacı? Bir cavan yaxınlaşdı mənə, bir ailə məsələsi danışdı mənə. Dedi, belə bir problemim var. Allah sizi çıxartdı qarşıma hacı. Mənə nə yol göstərərsiniz? Mən neyniyim? Mən də dedim, belə hədis var, ayə belədir. Müəyyən İslam çərçivəsində ona bir yol göstərdim. Ağladı, qucaqladı məni və çox sevindi, dedi, elə rahatlaşdım. Bu məsələlər, mənim işlərim həll olar. Mən bu ilə danışa dedim ki, bəs siz hansı məscidə gedirsiniz? Dedim, görüm, məsələn, hara gedir ibadətə, hansı ruhani ilə yaxındır, dostlarımızdır, ruhanilər hamısı. Dedi, hacı, biz Məşəddədaşa gedirdik, Məşəddədaş məscidinə, rəhmətli hacının yanına gedirdik. Düzdür, mən uzaqdan otururdum, deyir, ibadət eləyirdim, onun yanına gedirdik. Amma məsələ qarşımıza çıxanda ondan soruşurduq. Allah şahiddir, o danışanda, Hacı Fənay, mən bir anlıq düşündüm ki, bu başsız qalıb. Bəli. Yəni, özün başsız hiss eləyib, ruhanisiz hiss eləyib və öz hətta bir ailəsinin problemin, ailədə olan öz problemin, indi alim deyil də, tacirdir, ticarətlə məşğul olan bir din qardaşımızdır. Öz məsələsini yoluna qoya bilməyib. Özü də, hətta bəzən adam özü kimlər üçünsə məsələlərini həll eləyəndə də özü öz məsələsində çətinlik çəkir. Bu psixoloji cəhətdən də belədir. Görürsən, hamısı səndən məsləhət alır, hamısı məsləhət verirsən, məsələləri həll olur. Amma bəzən özün, öz məsələ ki, öz daxilindən qaynaqlanır, onu biraz çətinlik çəkirsən onu həll eləməyə. İndi ola bilər, hətta o qardaş yolunu da bilirdi. Amma lazım idi kimsə ona təkan versin qıraqdan. Bu gün yadıma düşdü. Allah hacının ruhunu şad eləsin. Yüzlərlə, minlərlə bu xalqın, övladın, xalqın, oğlunun düz yola hidayət olunmasında vasitəçi olub və onlara düz yol göstərib və onlar ondan istəyiblər, onun əlini tutub. Çox böyük xidmət. Çox böyük xidmətdir bu ümumiyyətlə. İndi bəsirət məsələsi də budur. Bəsirət budur ki, ya bir nəfər bəsir adam, bəsirət sahibi sənə yol göstərməlidir. Bu gecə Allahdan istəyək ki, ilahi, bizə sən yol göstər. Çünki biz qalırıq məsələlərdə bəzən. Qalırıq necə, hansı yolu seçək? Görəsən, hansı yol bizi həqiqətə tərəf aparır? Allahdan istəyək, əlimizi tutsun, əlimizi buraxmasın. Əziz izləyicilərimiz, möminlər Allahdan istəsinlər ki, Allah təbarək və Teala onların əlini tutsun, hamımızın əlini tutsun. Bu çox önəmli məsələdir, bəsirət versin bizə inşallah. Mən bu sözü dəfələrlə vurğulayıram ki, bəsirət Allahdan bu gecə istəyək, günahdan uzaqlaşaq, savablar eləyək, əməllər eləyək, amma bəsirət Allahdan istəyək ki, bütün məsələlərimizi doğru düzgün həm zamanəmizi tanıyaq, həm zamanə əhlini açıq. Zamanə əhlini tanıyaq, zamanəmizi tanıyaq, günahın nə olduğunu bilək. Çünki görürsən, insan heç nəyin doğru, nəyin yalan olduğunu insanlar bəzən bilə bilmirlər. Göz səhv eləyə bilir, göz. Biz o vaxtı məntiq oxuyanda dedi ki, insan, biri dedi, hədisdə var ki, insanın haqla batilin arası 4 barmaqdır. Yəni 4 barmaq qoyub, qulağınla eşitdiyin batil ola bilər, gözünlə gördüyün haqq ola bilər. Həmişə ustad deyirdi ki, o qəlb gözü ilə görməkdir. Çox böyük sözdür. Bu göz deyil. Çünki bu göz də yanlış görə bilir. Bu göz də yanlış görə bilir. Nə qədər ola bilir bu gözə yanlış göstərə bilirlər? Düzdür? Nə qədər ola bilir? Məsələn, görürsən, bir dənə sosial mediada bir paylaşım eləmişdilər, bir dəfə gördüm. Göstərirlər bir dənə çoban, üzr istəyirəm ifadəmə görə, bir çoban iti, sürünü qoruyan çoban köpəyi bir qoyunun boynundan tutub onu aparır.
Sadəcə qoyunun başı, onun ağzında şəklin, boynu onun ağzında şəklin paylaşmışdılar. Hamısı elə bilirdi ki, bu çoban iti ki, qoyunları qorumalıdır, özü qoyunu aparır yeməyə. Belə bilirdi. Amma sonra o biri tərəfdən şəklin tamını qoymuşdular. Orada göstərirdi ki, qoyun qayadan düşüb suyun içinə, bir hündürlükdən düşüb, bu çoban köpəyi yapışıb onun boynundan onu oradan çəkib yuxarı çıxartmaq istəyir. Əslində onu xilas eləyir. Yəni demək istəyirəm, göz də bəzən səhv eləyə bilir. Və ümumiyyətlə məntiq oxuyan vaxt o vaxt bizim ustad gətirdi, lövhədə çəkdi və orada dairələr çəkəndə o Salvador dairəsinə bənzər dairələr ki, çəkirlər, tez-tez dairələr çəkəndə göz bir müddət baxdıqdan sonra orada xəttlərdə çəkilmiş dairə və xəttlərdə səhv eləyir. Göz yanlışlığa yol verə bilər. Yəni insan gözü də səhv eləyə bilər. İnsanın bütün hiss üzvləri səhv eləyə bilirlər. Bir dənə balaca korona gəlmişdi, Allah o bəlanı bir də göstərməsin, elə ümumi bəlaları göstərməsin ümmətə, millətə, dünyaya. Gəlmişdi insanlar bir müddət dadmaq, iyi bilmirdilər, qoxu bilmirdilər, dad bilmirdilər, itirmişdilər bunu, ona mübtəla olanlar bir neçə ay onu itirirdilər. Təsəvvür edirsiniz, yəni bütün hiss, duyğu üzvləri də bu yanlışlıqları eləyə bilir. Bəs Allahdan istəmək lazımdır ki, ilahi sən əlimizi tut. Sən bəsirət ver bizə. Qəlb gözümüzü aç, qəlb gözü. Onda xəta ola bilməz. Bəsirət qəlb gözündədir. Orada xəta olmur. Allah orada göstərir sənə. Deyir, budur, həqiqət buradadır. Allahdan istəmək lazımdır. Bir də həqiqəti axtarmaq lazımdır. Bu Qədr gecəsi buna görədir. Yəni bir gecə əgər olsaydı, əgər Qədr gecəsi ki, bir gecədir, biz sadəcə həmən gecəni dərk eləsəydik, o həm gecənin əhəmiyyəti bizim üçün azalardı. Başqa gecələrdə ibadət eləməzdik, ilin ancaq o gecəsini gözləyərdik. Amma indi 3 gecə var. Bu 3 gecədə, üçündə də eyni duaları eləyirik, oxuyuruq. Artıq o duaları ola bilər bir gecədə hazırlıqdır. 19-21 hazırlıqdır 23-cü gecə üçün əslində. Necə ki, Rəcəb, Şaban. Rəcəb, Şaban, Ramazan üçün hazırlıqdır. Yaxud məsələn, girişlər, müqəddimələr var, namazın əzanı, iqaməsi filanı, dəstəmazı. Yəni bu məsələlərə çox diqqət eləməliyik. Özümüzü Qədr gecəsində hazırlamalıyıq. Bu gecə mən bütün izləyicilərimizdən istəyirəm ki, bizə də bu gecədə dua eləsinlər. Mən bunu da icazənizlə xüsusi vurğulamaq istəyirəm. Deyirdi, ey behişti Ali Əhməd, Fatimə, Leylətul Qədri Muhammed, Fatimə. Ey Zəhra ki, sən Peyğəmbərin Qədr gecəsisən. Mən bunu vurğulayıram bütün Qədr gecələrində. Yenə də deyirəm, xanım Zəhradır Qədr gecəsi. Bir dənə təfsirçilərdən, böyük təfsirçilərdən biri Əhlüsünnə təfsirçilərindən yazır ki, bu Qədr gecəsi ki var Quranda keçir, onun Qədr gecəsinin enmə səbəbi xanım Zəhra salamullah əleyhadır. Necə? Deyir İmam Sadiq əleyhissalamın bir hədisdə keçir. Həzrət buyurur, bizim müanidlərimizlə, bizi ilə mübarizə aparanlarla mücadilə eləyəndə, mübahisə eləyəndə, onlar ki, bizim yolumuzun əleyhinədirlər. Onlarla diskussiya aparanda Qədr surəsinə ihticac eləyin, istinad eləyin, söykənin Qədr surəsinə. Adam baxır, görürsən Qədr surəsində ümumiyyətlə Əhl-i Beytdən heç nə danışılmır. Niyə İmam Sadiq əleyhissalam deyir, o Qədr surəsindən kömək alın? Qədr surəsi ki, deyir, İnna anzəlnahu fī leylətil qədr, biz bu surə Qur'anı Qədr gecəsi nazil eləmişik və ma ədrakə mə leylətul qədr. Sən qədrin nə olduğunu bilmirdin. Biz sənə deməsəydik, bilməyəcəydin, ey Peyğəmbərimiz, bilmirdin. Leylətul qədr xayrun min əlfi şəhr. Qədr gecəsi 1000 aydan üstündür. Tənəzzəlül mələikətü və ruh. Mələklər və ruhul əmin Cəbrail yerə enirlər və o gecədə bir aramlıq və salam olsun. O gecə əhlinə, o gecədə bir səlamətçilik var. Sübh açılana qədər. Yəni bu Qədr gecəsində baxırsan heç bir Əhl-i Beytdən söz getmir. Bəs niyə İmam Sadiq əleyhissalam vurğulayır? Ona ehticac eləyin, söykənin Qədr surəsinə. Deyirlər buna görədir ki, oradakı Qədr gecəsindən danışılır o xanım Zəhradır. Mistaq xanım Zəhradır. Xanım Zəhradır. Necə? Deyir Peyğəmbər yuxu görmüşdü. Görmüşdü Bəni Üməyyə, onun mənbərinin üstünə çıxıblar. Əlbəttə onların meymun simasında görmüşdü. Peyğəmbər sallallahu əleyhi və səlləm görmüşdü bir qrup meymun onun mənbərində atılıb düşürlər. Və özü də bilirdi o meymun simasına düşənlər Bəni Üməyyələrdir. Bəni Üməyyə əhlidir. Peyğəmbər bunu gördü, görəndən sonra yuxudan oyandı, narahat oldu. Dedi, bu necə ola bilər? Mənim mənbərimə niyə belə hörmətsizlik, ehtiramsızlıq, mən niyə yuxuda belə görməliyəm? Və görmüşdü Peyğəmbərdən sonraki dönəmdədir bu hadisələr. Cəbrail endi o yuxunun, yəni Qədr surəsinin enmə səbəbi, şə'n-i nüzulu o yuxudur, Peyğəmbərin yuxusudur.
Bunu təfsirçilər yazırlar. Peyğəmbərə Qədr surəsini gətirdi. Orada deyildi ki, Qədr gecəsi 1000 aydan üstündür. Bir gecə 1000 aydan üstündür. 1000 ay 83 il nə qədərdir? 84 il. Bəni Üməyyə hakimiyyəti 83 il nə qədər? 84 ildir. Deməli olar ki, 84 ilə istəyirdilər İslamı aradan aparsınlar. Sevgili Peyğəmbərimizə Allah təbarək və təala Qədr gecəsini verdi, Zəhranı verdi. Zəhra qısa ömrü ilə, vilayət yolunda şəhadəti ilə Bəni Üməyyənin böyük təbliğatının qarşısını aldı, aradan apardı. Və Qədr gecəsi oldu 1000 aydan üstün. Vilayət şəhidəsi oldu 1000 aydan üstün. Və bizə bəsirət gətirdi xanım Zəhra sallallahu əleyhi. Ona görə deyir, ey behişti Ali Əhməd, Fatimə, ey Peyğəmbər Əhl-i Beytinin behişti, reyhanəsi, cənnət rizvanı. Və Leylətul Qədri Muhammed, Fatimə, ey Peyğəmbərim Muhammed sallallahu əleyhi və səlləmin Qədr gecəsi. Yəni bunu da istədim vurğulayam ki, Qədr gecəsi xanım Zəhradır. Çalışaq bu gecədə xanım Zəhranın həqiqi siması bizim üçün təcəlli eləsin. Amin. Hacı təşəkkür edirəm. Mən bir sual da vermək istəyirdim. Verilişimizin sonuna az qalıb. İnşallah bu sualı gələn verilişlərimizdə Qədir gecəsinə aid olan bu sualdır. Ki o gecədə ruh, mələklər və ruh nazil olar. Orada mələk və ruhun ayrı-ayrı da qeyd olunmağını hacı İnşallah gələn verilişlərimizdə açıqlayarsın. Əfsuslar olsun ki, verilişimizin vaxtı sona yetir. Hacı təşəkkür edirik sizə. Allah sizi qorusun. Allah sizi bizə çox görməsin. Çox sağ olun, var olasın. Gələn günləriniz xeyirli olsun. Allah müvəffəq eləsin. Amin inşallah. Qədir gecələrindən gözəl surətdə istifadə edin. Amin əziz qardaş. Şəhidlərimizə rəhmət eləsin. Amin, Allah qazilərimizə şəfa versin. Evlərdə və xəstəxanalarda olan bütün xəstələrimizə Allah şəfa versin. Amin ya Rabbel alamin. Bizə də dua eləsin. Əskəri balalarımız da dua eləyək. Vətənə xidmət eləyən bütün əskəri balalarımız Allah qorusun. Amin inşallah. Və sağ-salamat evlərinə qayıtsınlar. Amin inşallah. Allah sizin əskərlərimizi qorusun. Övladınız ki, əskərdir, vətən keşiyindədir. Allah razı olsun. Allah onu da qorusun. Onun simasında Allah bütün əskərlərimizi qorusun inşallah. Amin. Təşəkkür edirik. Əziz ustad, var olun. Var olasın. Əziz və dəyərli tamaşaçılarımız, verilişimiz sona yetir. Gələn görüşlərə qədər inşallah. Sağ olun, salamat qalın.